İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'du. Alamatul ism bil cerri ve tenvin ve nida ve el ve musnedin lil ismi temyizun hasal. Deməli, ism üçün hasil olur, seçilir. Bu təmyizi mübtədadır, axıra keçib. Yəni ism nə ilə seçilir? Yəni onun üçün nə düzəldilib? Yəni kəinun, cər, tənvin, nida, əlfləm, bir də musnad. Yəni xəbərin olması nədir? İsmə aiddir. Yəni isim bununla seçilir. Zəkərə musannif, yəni İbn Aqil deyir ki, musannif, yəni İbn Məlik zikr eləyib, rahmehullah, fi hadzal beyti alamatil ism. Fəminhə el-cer və yeşmel cerra bil harf vel idafe və ət-təbəiyyəti. Yəni cər dedikdə nəyi əhatə eləyir? Həm hərfi cərlə cərə düşmüş, hərfi cəri, həm mudafı, həm də ət-təbəiyyə, yəni bunlara tabi olanlar. Misal üçün, naat. Nəhvə, mərartu bi gulami Zeydin əl-fadili. Fəzilətli Zeydin köləsinin yanından keçdim. Burada qulam yəni kölə də ola bilər və yaxud da ki, oğlu da ola bilər, yəni uşağı da ola bilər. Fəl-qulam məcrurun bil harf. Və Zeyd, bəs Zeyd niyə cərdədir? Məcrurun bil idafə. İndi baxırıq əl-fadil, bu sözdə cərdədir. Niyə? Vəl-fadil məcrurun bi ət-təbəiyyəti. Yəni buna görə. Və huvə əşməlu min qovli qeyrihi bi harfil cər. Bu deyir, daha əhatəlidir. Yəni, hərfi cər deməkdənsə, burada İbn Məlik rahmehullah bil cərri deməyi daha məqsədə uyğundur. Ki, bu deyilən bu üç dənənin hamısını əhatə edir. لأن هذا لا يتناول الجر بالإضافة والجر بتبعية. Çünki yəni hərfi cər deyilsə bu cür, onda əhatə eləmir. Nə izafəni, nə də təbəi, yəni təbəi ilə cərə düşənləri əhatə etmir. Sonra və minhə ət-tənvin və huvə alə ərbəəti əqsam. Tənvinin 4 növü var. Təbii ki, bu xas ismə aid olan tənvinlərdən söhbət gedir. Bir də ki, qardaşlar, nəyə diqqət yedirək? Tənvin dedikdə, burada bu in, ən, yəni bu cür hərəkə nəzərdə tutulmur. Yəni, qədimdə tənvin dedikdə, həmin kəlmənin sonundakı sukunlu nun nəzərdə tutulur. Misal üçün, kitabun deyəndə, zeydun deyəndə bunun sonunda nun hərfi olur. Olub, yəni sadəcə çox istifadə olduğuna görə hamı bilir ki, yəni ismin sonunda nun olur, onu yazda qeyd etməyiblər. Yazda həsf olunub. Amma tələffüzdə deyilib. Aydındır. Nə üçün bunu xatırladıram? Yəni bizə lazım olacaq, yəni birazdan bəzi şeylərdə. İndi tənvin 4 yerə bölünürsə nədir o? Tənvinin təmkin. Təmkin yəni təməkkənə, sabit olmuş. Nə sabit olmuş? Yəni isim bütün xüsusiyyətlərində sabitdir. Əgər bu nun əgər nun yox, yəni bütün xüsusiyyətlərini özündə cəm edən, sabit olan isimlərdə olan nundur bu. Nə deməkdir o? Yəni ümumiyyətlə bilin ki, hər şeyin əslini bilirik, sonra var furusu da. Misal üçün
cümlələrdə və ya da yaradılışda nədir? Kişi əsildir, qadın furudur. Həmçinin qrammatikada kişi cinsi əsildir, qadın cinsi furudur. Furudur. Və nəkira əsildir, mərifə furudur. İsim əsildir, feil furudur. Bunu niyə xatırladım? Yəni bizə indi birazdan bu məsələyə qayıdacaq deyənəm. Tənvin təmkin və huve əl-lahiq lil-əsma'l mu'rabə. Yəni tam hallanan əsma'l mu'rabə qoşulur. Tam hallanan nədir? Rafda da, nasbda da, cərdə də əlamətləri dammə, fəthə, kəsrə olacaq. Amma məmnun münasərfdə nədir? Dammə, kəsrə, kəsrə. Yəni nasbda da kəsrəli olur və məmnun münasərfdə rafda damməli olur, nasbda fəthəli olur, cərdə də fəthəli olur. Hə? Amma cəm müənnəs səlimdə necə olur? Raf, hə? İndi onu da tənvinlə toxunacaq. Rafda dammə olur, nasbda kəsrəli olur, cərdə də kəsrəli olur. Məmnun münasərfi necə olur? Dammə, fəthə, fəthə. Amma bu isimlərdəki dammə, fəthə, kəsrə ona qoşulan nun tənvin təmkin adlanır. Kə zeydin və raculin. Misal üçün zeydun, zeydən, zeydin. Bu cür nədir? Əlamət olacaq, yəni halların əlamət olacaq. İllə cəmə müənnəs səlim. Cəmə müənnəs səlimlə başqa. Misal üçün muslimətin. Yəni bunun tənvini nə adlanır? Tənvin müqabilə indi aşağıda toxunacaq. Bir də ki, cəvarin qavaşin. Səyəhdi hukumuhumə. Bunların yəni, hökmləri gələcək. Və tənvin tənkir, bu tənvin təmkini dedik. Yəni, sabit olan nun, yəni nəyə sabit olmağını bildirir? Yəni, o isim, yəni tam isimdir. Hər üç dediyi halda özünün xüsusi damməsi, fəthəsi, kəsrəsi var. Tənvin tənkir və huve əl-lahiq li əsma'l məbniyyə. Fərqan beynə mərifəti və nəkirəti. Bu məbni isimlərə qoşulur və tənkir, yəni nəkiralığı bildirən qoşulur və mərifə ilə nəkiranın yəni arasındakı fərqi bildirmək üçün. Misal üçün, mərartu bi sibaveyhi və bi sibaveyhin əxar. Yəni sən sibaveyh deyəndə, bu alim sibaveyhdə, qrammatik nəhv alimi, yəni onun sibaveyhin yanından keçdim. Amma bi sibaveyhin deyəndə, yəni məmnun münasərfə tənvin artırsan, o artıq hansı tənvindir? Yəni istənilən hər hansı bir sibaveyhin yanından keçdim. Bu sibaveyh belə deyək də familiyadır, bizdə soyaddır. Və yaxud da ki, ola bilər ki, birinin adıdır. Yəni sibavey bir 10 nəfərə ad kimi qoyulub. Və sən deyirsən ki, hər hansı bir sibaveyhlərin yanına keçsin, hər hansı bir sibaveyhin yanından keçdim. Sonra və tənvin müqabilə. Bir şeyin müqabilində olan tənvin. Və huve əl-lahiqu li-cəmi müənnəs səlim. Nəhvə muslimətin. Fə innəhu fi müqabilətin nun və cəm müzəkkər səlim kə muslimin. Bu nun müqabilə, tənvin müqabilə, bu muslimətin, və yenə deyirəm qardaşlar, bunun sonunda əvvəl elə ki, belə yazılır, bu cür yazılır. Bu xətlə olmayıb əvvəllər. Elə ki, sükunlu nun, muslimətin, belə. Deməli, muslimətun sözünün təmərbutası olmuşdu da, mufradda, təkdə. Təmərbuta silinir, üzərinə gəlir əlif tə ki, biz bu cəmi düzəldə bilək. Və
Əslində bu muslimetun, yəni muslimetun kişi cinsinin cəmini təqlid eləyir. Yəni muslimətdə nə varsa, o kişi cins cəm müzəkkər səliminin müqabilində qoyulub. Misal üçün nun cəm müzəkkər səlimə nun qoyulub. Hə? Necə qoyulub? Yəni muslimin sözünü cəm müzəkkər səlim düzəltmək üçün ona üzərinə vav nun əlavə olunub. Vav nun 2 hərf. Qadın cinsinə də 2 hərf əlavə olunmuşdur ki, cəm olunsun. Amma sadə dildə desək, küsməsin deyənə ona bir nun hərfi də veriblər. Nəyin müqabilində? Bunun müqabilində. Əslində elə ki, ona 3 dənə şey veriblər. Bu nunun müqabilində tənvin veriblər. Sonra muslimun nasbda musliminə olub. Yəni. Yə də ki, kəsrəyə yaxındır da. Kəsrə ilə yə daha uyğundur. Qadın cinsi də nasba düşəndə onun nasbın əlaməti kəsrə ilə göstərilir. İnnə muslimətin. Niyə? Yenə kişi cinsini sanki təqlid edir. Təqlid deyəndə yəni onun müqabilində. Sonra musliminə cərə düşəndə, yəni fi muslimin, necə ki burada kə musliminə, yenə yə ilə olduğu üçün və yə ilə kəsrə yaxındır deyənə, münasibdir deyənə, təbii ki, həm də əsli əlamətdir. Muslimətin olub, cərdə də muslimətin. Yəni, hər bir halda bunun, bu hərəkəsi, nunu cəm müzəkkər səlimin müqabilində verilir. Və bundakı nun nədir? Tənvin müqabilədir. Sonra gəlir tənvin ivad, əvəz edən tənvin. Bunun özü də 3 yerə bölünür. Və huva alə sələsəti əqsam. 3 yer, misal üçün gətirir əlif. İvadun an cümlə. Cümləni əvəz eləyə bilir. Yəni tənvində amma cümləni əvəz edir. Yəni tənvin deyəndə sukunlu nun da yəni. Sukunlu nun. Əlləzi yəlhaqu iz. Bu izə nədir? Qoşulan. Yəni izən ki deyirik, izə qoşulur. İvadan an cümləti təkunu, yəni cümlətin təkunu ba'dəhə. Özündən sonra olan cümləni əvəz edib, əvəz edərək. Kəqavlihi Teala və entum hinə izin tanzurun. Gördüyümüz kimi və entum hinə izin tanzurun ayətdə belə gəlib. Çünki bu ayədən qabaq fələulə iz bələğətil hulqum, indi həmin o kəlmə ki var, bələğətil hulqum təkrarlanmadı. Niyə? Hinə izinin tənvin verildi. Həmin bu tənvin əvvəlki ayədə ki İzə bələğətil hulqum fələulə izə bələğətil hulqumu əvəz etdi. Yəni hinə iz bələğətil ruh ruhul hulqumə fə huzifə düşürdüldü. Nə düşürdüldü? Bələğətil ruhul hulqum və ətə bi tənvin ivadan anhu. Həmin cümləyə əvəz olaraq hinə izin tənvini gətirildi. Buna deyirlər, yəni cümləni əvəz edən. Sonra gəlir bədə və qismun yakunu ivadan anil ism. Və huvə lahiqu li kullin ivadan amma tudafu ileyhi. Yəni ona nəsə izafə olunmalıydı, olunmadı. Onun izafənin əvəzinə ona tənvin verildi və tənvin də həmin kəlməni əvəz etdi. Misal üçün, nəhvə kullun qaimun. Ey kullu insanin qaimun. Yəni bu cür. Fə huzifə insan və utiyə bi tənvin ivadan. Yəni onun yerinə nə gəldi? Tənvin əvəz olaraq istifadə olundu. Sonra cim və qismun yakunu ivadan anil harf. Hərfi əvəz edir. Və huvə lahiqul cəvarin və qavaşin.
nəhvuhuma raf'an və cərran. Və bu bizdə yadınızda elə o qadi məsələsində keçmişdi. Yəni qadiyun yəni düşürdür, amma nədir onun əvəzinə rafda və cərdə nədir? Tənvin qoyulur. Nəhvə əl-həuləyi cəvarin. Əslində bu mərfudur da, raf halındadır. Və mərartu bi cəvarin. Aydındır. Cəvariyundur. İndi fəhuzifət əl-yəv və utiyə bi tənvin ivadan ənhə. Yəni cəvariyun olmadı, nə oldu? Və yaxud da bir cəvariyin olmadı, cəvarin oldu. Həmin tənvin o yəni əvəz etdi. Sonra burada İbn Aqil Rahmanullah əlavə olaraq tənvin zikr eləyir, hansı ki İbn Malik Rahmanullah bu yəni gətirmirdi nə cəhətdən. Və tənvin tərannüm. Tərannüm yəni sanki nəğmə, mızıldanmaq, zümzümə, yəni eləmək bir mənasıdır lüğətdə. Amma burada yəni ahəng tənvinidir bu. Və huvəl-ləzi yəlhəqu qavafi, qafiyələrə yəni əlavə olunur. Əl-mutlaqada bi hərfi illətin. Yəni tam sərbəst, yəni sərbəst deyək ki, poetik ritm baxımından qafiyə düz gəlsin deyənə qoşulur. Və bir hərfi illətin. İllə hərfi əvəz eləmək üçün. Misal üçün gətirir burada. İllə hərflər hansıdır? Əlif və biyədə. Deyir, əqilli əl-ləvmə əzilə vəl-itəbən. Yəni, ey qınayan, bunun mənası aşağıda verilir. Orada, yəni, Muhittin Rahmanullah gətirib. Aşağıda əl-mənə var. Yəni, orada verilib. Əqilli, yəni, utruki. Yəni, ey qınayan qadın, qınağını tərk elə. Və quli in əsabtu ləqad əsabən. Yəni, doğruya isabət etsən, de ki, doğru etdin. Yəni, qiymətləndir də. Deməli, burada bizə lazım olan tərəf hansıdır? İtəbən, əsabən. Buradakı nun nə nunudur? Əslində söz nə imiş? İsabə, itabə, əsabə. Yəni, orada yəni, əliflə bitəcəkmiş, amma yəni, onun əvəzinə nun qoyublar. Ki, yəni qafiyə belə maraqlı olmasın. Fəciun bitənvin bədələn min əlfi li əcli tərannüm. Tərannümə görə əlfə əvəz olaraq tənvin nədir? Qoşuldu. Sonra əzfət tərahhulu qeyrə ənə rikabənə ləmmə təzul bi rihalinə və kəən qadin. Burada da nəyə qoşulub? Qada qoşulub. Əzif, yəni yaxınlaşır, tərahhül, köçmə vaxtı qeyrə ənə rikabənə. Bizim minikdən başqa. Bizim, yəni köçdən başqa, yəni köçmə vaxtı yaxınlaşdı. Ləmmə təzul bi rihalinə, yəni yəhərləri ilə birlikdə yerindən ayrılmayıb. Hələ ki, yəni bizim yüklər yerindən ayrılmayıb. Və kəən qadin, yəni sanki artıq getmiş kimidir. Yəni və ayrılıqdır o qədər yaxınlaşıb ki, sanki yəni elə getmiş kimidir. Yəni burada da qad, yəni dəlil hissəsi qaddır, yəni qada nə qoşulub? Yəni tənvin qoşulub. Sonra gəlir və tənvin əl-ğali, ğali qulub sözündən götürülüb, yəni şişirtmək.
sanki həddaşmaq, şişirtmək. Amma burada şey mənasındadır da, yəni gücləndirmək. Sanki ya təəccübünü gücləndirir və yaxud da marağını gücləndirir və yaxud da qəzəbini ifadə eləmək istəyir. Və əsbətəhu əl-əxvaş. Bunu əxvaş yəni deyib. Və huvəl-ləzi yəlhəqu əl-qavafi əl-müqayyedə. Yəni vurğunu, şiddətini bildirmək üçün, yəni qafiyəyə ilhaq olunur. Kəqovlihi bu raciz, yəni şeirin növlərindədir. Tavildir, racizdir, qasidadır. Tutaq ki, 7 beytə qədər falan şey deyirlər, 30 beytə qədər falan şey deyirlər. Yəni o şeiri bu cür belə bölüblər. Deməli, və qatimil ə'maqi xaviyi muxtaraqın. Burada deyir ki, qaranlıq, elbəttə və qatim tünd rəngdir. Ə'maq, yəni daha dərin, daha ucqar yerlər. Xavi, boş səhra, boşluq səhra. Əl-muxtaraqın, yəni yarılmış. Və deyir ki, qaranlıq dərinliklərdə boş, yarılmış sirrini qoruyan, bu indi şeirin davamı var. Yəni bu özün tərifləyir ki, yəni qaranlıqda, o boş səhralıqda o yarılmış, yəni küləyin yardığı yollar var. Onu yəni mən tanıyıram da. Yəni təcrübəsini ifadə edir. Yaxşı, burada indi bizə dərsimizə uyğun hansı hissədir? Burada baxın, muxtaraq sözü əlifləmləndir. Amma bildiyimiz kimi əlifləm qoşulduqda nun həsf olunmalıdır, amma olmur. Nə üçün? Yəni məsələni vurğulamaq üçün. Tənvin qali məsələni daha da vurğulamaq üçün bunu deyib ki, yəni o yolları mən tanıyıram da. Və zahiru kələm musannif ənə tənvin kulləhu min xavasil ism. Və leysə kəzəlik. Yəni İbn Məlikin sözündən, əlfiyyəsindəki beytlərdə qeyd etdiyi sözdən görünür ki, zahirən bu tənvin məsələsi xas isma aiddir. Amma deyir elə deyil. Bəli. Əlləzi yaxtasu bihil ism innəmə huvə tənvin təmkin və tənkir və müqabilə və ivad. Yəni İbn Məlikin dediyi ismə xas olanlar. Bax, bu zikr olunan tənvinlərdir. Və əmmə ət-tənvin tərənnüm bu qeyd olunan tərənnüm və qali tənvini fəyəkunəni fil ism vəl fiil vəl hərf. Bu hamısına qoşulur. Yəni gördük ki, o hərfə də qoşuldu da qad. Hətta yəni ismə qoşuldu, əlifləmli ismə. Yəni mərifəli olan ismə qoşuldu. Yəni bu da yenə qafiyəyə görədir. Ümumən qafiyəyə görə də xas da ki, dedik ki, qali məsələsi də var. Min xavasil isim ən-nida. İsmə xas olanlardan biri də nədir? Nidadır. Nəhvə ya Zeydu. Və əlif, bir də və əlif və ləm. Nəhvə ər-racul və isnadu ileyh. Nəhvə Zeydun qaim. Yəni onun üçün xəbər verilir. Ona isnad olunur. Fəmənəl beyd hasələ lil ism təmyizun anil fiil vəl hərf bil cər və tənvin və nida və əlif və ləm və isnad ileyh ey İxtibaru anhu. İxtibaru anhu yəni isnad ileyhə deyir. Çünki onun haqqında xəbər verilir. Və istəmələ el-musannif əl. Məkanu əlif və ləm. Yəni əlifləm sözü demədi. Əl dedi. Və qəd vəqa zəlikə fi ibarətin bəzəl mütəqəddimin. Yəni bu ibarə, yəni bəzi qədimdəki nəfçilər bu cür nədir? İbarədən istifadə edir. Və huvə el-xalil və istəməl musannif musnad məkanı isnadu ləhu. Yəni isnadu ləhu əvəzinə də musnad sözü istifadə edib. Burada məndəki bu çap versiyasında sxem də var. Yəni əlamətül isim, yəni yekun olaraq, yəni burada cər tənvin və tənvini bölüb
Yəni kimisəsə, yəni əgər bu kitabdan yoxdursa, videonu saxlayıb, yəni bu sxemi köçürdə bilər və tənvin ivadın özünü də bölüb. Yəni köçürdən adamlar, yəni burada misallarından yazsa hərəsindən bir dənə daha yaxşı olar ki, gələcəkdə açıb baxan kimi nəsə yada düşsün. Həmçində ivadül cümlə, yəni cümləyə uyğun an isim, an hərf, yəni bu cür. Nida bildiyimiz kimi, yəni yə ilə başlayır. Yə racul misal üçün. Var hərf-ü nida, var tənbih. Misal üçün yə leytə. Yə leytə burada yə nida deyil. Çünki nə üçün biz deyirik ki, nida ismə qoşulur. Amma leytə özü hərfdir. Hərf hərfə qoşulmur da. Hərf hərfə qoşulur, yəni bu ismin əlaməti olan hərf hərfə qoşula bilməz, fe'lə qoşula bilməz. Amma oradakı yə zahirən ismin əlaməti olan nida yənə oxşuyur, amma alimlər onu deyir ki, o tənbih yəsidir. Yəni tənbih yəsidir, o nida yəsi deyil. Sonra isnad ileyhi deyəndə də qardaşlar, yəni yalnız xəbər nəzərdə tutulmur. Mübtada xəbər nəzərdə tutulmur. Yəni ola bilər ki, yəni o mübtada olmasın, naibül fail olsun. Və yaxud da ki, fail olsun. Yəni naibül fail. Bunlar hamısı nədir? Onlara yəni, musnad sayılır. Musnad sayılır. Yəni sırf elə bilməyin ki, elə mübtada xəbər mübtada olmalıdır ki, onun nədir? Musnad ileyhi olsun. Yox, yəni faillər, naibül faillər də yəni musnad ileyhi onlara isnad olunur. Hətta alimlər deyir ki, ismin ən güclü əlaməti isnad ileyhidir. Niyə? Baxın, biz burada cər götürdük, tənvin götürdük, nida götürdük, əlifləm götürdük. İndi zəhəb tu. Tu hardan bilək ki, isimdir? Hə? Ənə. Ənəni hardan bilək ki, isimdir? Yəni ənəyə cər qoşulmur. Min ənə olmur da. Minni olur, o heç o başqa şeydir. Min ənə olmur da. Sonra tənvin, ənə un olmur. Nida, yə ənə olmur da. Amma əlifləm, əl ənə olmur. Amma isnad olur. Ənə, hə, zəhəbtu. Yəni ona görə ən güclü, yəni ismin əlamətlərindən nədir? Musnadın leyhdir. Yəni mənim haqqımda, ənə haqqında xəbər verdin. Həmçinin tu. Hə, yə tu deyə bilmirsən, min tu deyə bilmirsən, tunun deyə bilmirsən, hərf qoya bilmirsən də. Yə tu deyə bilmirsən, əl tu deyə bilmirsən. Yaxşı, biz harda bilək ki, bu tu, tə, ti, tu nədir? İsimdir. Yəni onun haqqında məlumat verir. Zəhəb tu. Aydındır. Və yaxud da ki, darabtu. Və yaxud da ki, duribtu, vuruldum. Darabtu, vurdum, duribtu, vuruldum. Burada tu naibül faildir. Hər bir halda ona isnad olundu nə? Darabə. Yəni bununla, yəni bu ona görə deyirlər ki, bu daha, yəni isnad eləyək daha güclü dəlildir, yəni ismi tanımaq üçün, ismi bilmək üçün. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ent, estağfiruka və etûbü ileyk.